Hansı cins toyuq saxlayaq ki, bizim də ballarımız evdə təbii yumurta yeyə bilsin? Qardaş, 50 toyuğum var. Gün ərzində 3-4 dənə yumurta götürə bilirik. İnan üzü astarından baha başa gəlir deyən onlarla müştərilər zəng edir mənə. Əziz izləyicilər, kənd toyuğu dediyimiz toyuqlarda illərdir qan dəyişimi olmadığı üçün sürətli şəkildə cırlaşma baş verib və məhsuldarlıq aşağı enib. Toyuqların qida və yaşam tərzindən əvvəl onların cinsi mühümdür. Yəni, əgər bir cinsin genetik xüsusiyyətlərində yumurtaya meyillilik yoxdursa, ondan yumurta gözləmək yayda qar gözləmək kimidir. Rusiyanın seleksiya mütəxəssislərinin yetişdirdiyi bu toyuqların adı Kochinska yubileniyadır. 60 ildən çoxdur ki, bir çox Avropa və Asiya ölkələrində yumurtalıq və ətlik istiqamətində yarım sənaye şəklində saxlanılır. Bu cinslərin bir neçə ildir ki, müxtəlif rayonlarda yaşayan müştərilərə vermişik. Hər birindən təşəkkür və dualar eşitmişik. Təsərrüfatımızdan olan bu toyuqların hər həftə bir günlük düzələri olur. Bir ədəd düzə isə 1 manat 40 qəpikdir. Bu gözəl toyuqların düzələri üçün bizə müraciət edə bilərsiniz. Həmişə olduğu kimi Allah amanda qalın.